Salam, xoş gördük hörmətli tamaşaçılar. Bugünkü verilişimizdə ədəbiyyat haqqında söhbət açılacaq. İlk baxışda ədəbiyyat haqqında hər kəs danışa bilər. Elə əslində də hər kəsin danışmağı labüddür. Yəni hər kəsin ədəbiyyat haqqında danışmağa haqqı var. Söz deyə bilər. Amma mənim söhbətim bir qədər ola bilsin ki, bu ifadə yerinə düşməz. Mənim söhbətim heç bir ədəbi orqanda çap olunmamış və heç bir mühazirədə dinlənilməmiş söhbətdir. Vaxtilə mənim bir yazım çıxmışdı, onun adı belə idi. Dünya ədəbiyyatının vektoru. Rusiyada və başqa ölkələrdə, eləcə də ingilis dilində bu məqalə kimi dərc olundu. İndi həmin o yazdığım məqalənin bir söhbət formatında tamaşaçılara çatdırmağına çalışacağım. Ədəbiyyatın bildiyimiz kimi aparıcı janrı nəsrdir. Yəni proza deyirik buna. Bəs bu nəsr əsərlər necə meydana gəlib, nə vaxt meydana gəlib, hansı zamanda meydana gəlibdir və onların yaranması bu dünya ədəbiyyatının şedevri hesab olunan bu əsərlərin meydana gəlməsi hansı zərurətdən yaranıbdır? Mən qısa xronoloji qaydada istəyirəm ki, bu məsələyə bir balaca aydınlıq gətirə biləm. Nəsr əsəri deyəndə bizim gözümüzün qarşısına əlbəttə böyük romançılar və onların yaratdığı romanlar, povestlər, Avropada bunlara çox novella deyirlər, gözümüzün qarşısına gəlir. İndi bu, biz bildiyimiz kimi nəsr əsərləri hələ 13, 14, 15-ci əsrlərdən yaranıb. Bizə deyək ki, Cervantesin Don Quixote əsəri, yaxud İspan ədəbiyyatından, İtalyan ədəbiyyatından müəyyən nümunələr var. Amma sistemli şəkildə mən bunu xüsusilə vurğulamaq istəyirəm ki, ilk böyük cahanşumul nəsr əsərləri fransız ədəbiyyatında meydana gəlib. Demək, sistemli şəkildə götürsək, birinci bölümdə mən fransız ədəbiyyatında meydana gələn nəsr əsərlərini xüsusilə vurğulamalıyım. Fransız ədəbiyyatının da nəhəngləri sizə məlumdur onların adları. İlk növbədə Victor Hugo'nun adını çəkə bilərik. Sonra biz çəkə bilərik Honoré de Balzac'ın adını çəkə bilərik. Goncourt qardaşlarının adını çəkə bilərik. Flaubert'in adını çəkə bilərik. Maupassant'ın adını çəkə bilərik. Guy de Maupassant və s. Yəni fransız ədəbiyyatı çox zəngindir öz romanları ilə, nəsr əsərləri ilə. Demək, birinci mərhələdə mən fransız nəsrini götürürəm. Yəni mənim formirovkamda belə gəlir. Yəni ki, bir daha qeyd edirəm ki, xüsusi vurğulamaq istəyirəm ki, bu mənim gəldiyim qənaətdir və özümün formuləm əsasında bunu mən sistemləşdirmişəm. İkincisi gəlir, mənə elə gəlir ki, ikincisi Rus ədəbiyyatı gəlir. Böyük nəsr sahəsində, nəsr əsərləri sahəsində Rus yazıçılarının, Rus ədiblərinin yazdığı əsərlər, Rus nəsrində meydana gələn romanlar, povestlər, hekayələr. Yeri gəlmişkən, povest sözü yalnız Rus ədəbiyyatına xas olan bir termindir. Povestvaniye, söhbət eləmək, nəql eləmək sözündən götürmüşdür. Avropa ədəbiyyatında bu ifadə işlənmir. Baxmayaraq ki, roman janrı, böyük nəsr əsərləri dediyim kimi Avropada, daha doğrusu Fransada meydana gəlibdir. Ruslardan, yəni Rus nasirlərindən, Rus ədiblərindən təbii ki, biz ilk növbədə Tolstoyun, Dostoyevskinin, Turgenevin, Qançarovun adlarını çəkə bilərik. Yəni ki, ardıcıllıqla desək, bir daha xatırlatmaq istəyirəm. Demək, birinci mərhələ, dünya nəsrinin inkişaf istiqamətində, təmayülündə birinci mərhələdə əgər biz fransız nəsrini götürürüksə, ikinci mərhələdə biz götürürük, demək, Rus nəsrini. Adını çəkdiyim və çəkmədiyim digər yazıçılar çoxdur, nasirlər. Rus ədəbiyyatında belə nasirlər çoxdur. Sonraki mərhələdə adını çəkdiyim nasirlərdən sonraki mərhələdə təbii ki, Çexovdur, Gorkidir və s. Mən hələlik bunların ardıcıl olsun deyən birinci olaraq demək fransız nəsrini, onun arxası ilə isə Rus nəsrini götürürəm. Yəni Rus dilində yazılmış əsərləri. Mənim demək bu müəyyən elədiyim vektor üzrə, yəni şəxsən gəldiyim qənaətə görə üçüncü mərhələni biz ayıra bilərik
İngilis dilli nəsr üçün. Əgər fransız dilli nəsr 19-cu əsrin birinci yarısında daha parlaq şəkildə üzə çıxdısa, 19-cu əsrin ikinci yarısında Rus nəsri üzə çıxdı. Üçüncü mərhələ artıq 19-cu əsr bitəndən sonra 20-ci əsrin başlanğıcında birinci yarısında özünə bu əsərləri ehtiva edir. Demək, İngilis dilli yazıçılardan biz deyək ki, təbii ki, ilk növbədə biz Mark Twain'in adını çəkə bilərik. Sonra Dreiser'in adını çəkə bilərik. Bernard Shaw'un adını çəkə bilərik. Çoxdur belə adlar. Yəni, İngilis dilində meydana gələn əsərlər bildiyimiz kimi 20-ci əsrin birinci yarısında daha parlaq şəkildə, daha qabarıq şəkildə özünü göstərmişdir. Eləcə də Jack London əsərlərini burada nümunə kimi göstərə bilərik. Bu siyahını daha da uzada bilərik İngilis dilli nəsrə. Deyək ki, Hemingway'in əsərlərini də bura əlavə edərək. Goldsworthy'nin romanlarını əlavə edərək, Updike'ın romanlarını əlavə edə bilərik. Demək, bu bizim üçüncü mərhələ hesab olunur. Yəni ki, 20-ci əsrin birinci yarısı, ardıcıl bir dövrlük var. Demək, 19-cu əsrin birinci yarısı fransız nəsridir. 19-cu əsrin ikinci yarısı Rus nəsridir. 20-ci əsrin birinci yarısı İngilis dilli nəsrdir. Bəs görək, 20-ci əsrin ikinci yarısını hansı dilin materialları, ədəbi materialları təşkil edir. Mənim gəldiyim qənaət belədir ki, 20-ci əsrin ikinci yarısı İspan dilli ədəbiyyat, yəni ki, Latin Amerikası xalqların ədəbiyyatıdır. Bu ədəbiyyat xüsusilə qabarıq şəkildə özünü boy verdi 20-ci əsrin ikinci yarısında, 20-ci əsrin ləpə döyəndə. Bura ilk növbədə biz Borges'in adını çəkə bilərik, Marquez'in adını çəkə bilərik, Cortázar'ın adını çəkə bilərik. Çoxdur. Bu demək, İspan dilli ədəbiyyat bir növ, bu ədəbiyyatın da özünün adı var ki, bir növ magik realizm. Burada artıq bizim ənənəvi şəkildə qəbul etdiyimiz realizm yox, yəni ki, sosializm realizmi yox, materialist realizmi yox, yəni insan təxəyyülünün daha görünməyən qatlarına nüfuz eləməsi burada qabarıq şəkildə özünü göstərir. Demək, bu 4 mərhələ ilə mən əsasən öz fikirlərimi ifadə eləməyə çalışmışam. Amma ədəbiyyat davam edir, ədəbiyyat dayanmır, inkişaf edir. Bu mənada mən hesab edirəm ki, 5-ci mərhələ də var ədəbiyyatda. Ədəbi prosesdə 5-ci mərhələ, yəni istəyirəm biraz sadə şəkildə fikrimi çatdırım ki, geniş tamaşaçı kütləsi üçün də asan olsun, yəni ki, fikir çatsın. 5-ci mərhələyə gəlir, mən belə hesab edirəm ki, və o yazdığım məqalədə, Rusiyada da dərc olunub həmin məqalədə, bir daha təkrar edirəm, dünya ədəbiyyatının vektoru. Bu 5-ci mərhələ türk dilli ədəbiyyatı mən nəzərdə tuturam. Türk dilli ədəbiyyat artıq bütün varlığı ilə bu 21-ci əsrdə, 20-ci əsrin ədəbiyyat arenasında, ədəbiyyat səhnəsində, ədəbiyyat platformunda bütün varlığı ilə üzə çıxmaqdadır. Mən kimləri nəzərdə tuturam? Sizlərin də yaxşı tanıdığınız bir sıra böyük ədiblər var ki, onlar 20-ci əsrin ikinci yarısından başlayaraq ta 21-ci əsrə qədər, 21-ci əsrin ilk 10 illərinə qədər, bu saat 2024-cü ildir, 2025-ci ilin astanasındayıq. Bu vaxtacan onlar dünya ədəbiyyatında özlərinin parlaq əsərləri ilə diqqəti cəlb ediblər. Mən burada ilk növbədə deyək ki, türk ədəbiyyatında bir sıra böyük imzaları, Türkiyə Respublikasında yaşayan yazıçıları, Kəmal Yaşarın adını çəkə bilərəm, Orxan Pamukun adını çəkə bilərəm, ondan bir qədər əvvəl yaşamış Əziz Nesinin adını çəkə bilərəm. Qırğız dilində yazsa da bütün dünyada, daha doğrusu Qırğız dilində və Rus dilində yazsa da, əsərləri bir çox dillərə tərcümə olunmuş Çingiz Aytmatovun adını çəkə bilərəm. Çingiz Aytmatovun yerlisi, həm yerlisi daha doğrusu, Mar Baycıyevin adını çəkə bilərəm.
Bunlar Qırğız ədəbiyyatının simvollarıdır. Baxmayaraq ki, əsasən Qırğız və Rus dillərində yazıblar, amma əsərləri dünyada məşhurdur. Sonra Qazaq ədəbiyyatının çox görkəmli isimləri var. O cümlədən bizim oxuculara da adı yaxşı tanış olan, baxmayaraq ki, nəsr əsərləri azdır, buna baxmayaraq bir sıra qiymətli publisistik əsərləri ilə dünyada məşhur olan Olcuz Süleymanovun adını çəkə bilərəm. Eləcə də Özbək, Türkmən, Yakut, Xakas dillərində yazıb yaradan görkəmli sənətkarlar mövcud olmuşdur. Balkar ədəbiyyatını xüsusi mən qeyd etmək istəyərəm ki, onlar həm poetik, həm də ki, prozaik əsərləri ilə dünyada məşhur olan sənətkarlar çoxdur. Onlardan biri də mərhum Qaysim Quliyev idi ki, əsasən poetik əsərlərlə tanıyan, bunun nəsr əsərləri də var. Qaldı Azərbaycan ədəbiyyatı, burada da onlarla ismin adını çəkmək olar. Misal gətirir, onlarla isim, onlarla ad çəkmək olar və burada siyahıya nə qədər ad daxil etsək də yenə azdır. Deyək ki, bu günün özündə də fəaliyyət göstərən Anar, Elçin, bir qədər əvvəlki dövrdə öz əsərləri ilə diqqəti cəlb edən, hətta dünya ədəbiyyatının bir sıra görkəmli nümayəndələri tərəfindən təqdir olunan yazıçılarımız İsmail Işıqlı, Sabir Əhmədli, İsa Hüseynov, Muğanna və başqaları bu dediyim ədəbi kaqortada, bu ədəbi mühitdə öz sözləri demiş böyük sənətkarlardır. Bu əsərlər yazılmaqdadır, yaşamaqdadır. Mənim fikrim buydu ki, bu qısa xülasədə, bu yığcam söhbətdə, müfəssəl söhbətdə ədəbiyyatın aparıcı janrlarından birisi olan nəsr janrının o inkişaf istiqamətini, hərəkət vektorunu çizmək. İndi qısa söhbətdə əlbəttə ki, bütün bunların, bu əsərlər haqqında, hər biri haqqında və bu yazıçıların hər birinin yaradıcılığı haqqında ətraflı danışmaq imkanı yoxdur. Gələcəkdə bu istiqamətdə yəqin söhbətimiz davam edəcək. Mən bərbaşdan söhbəti dinləyən, söhbətə qulaq asan tamaşaçılara öz təşəkkürümü bildirirəm. Sağ olun.